Yeni yola çıkmışıq. Tanrıdan bu yola ışıq saçmasını, millətimizdən bu yana xeyir dualar istəyirik. Hədəfimiz millət, dövlət, dəyərlər, bayrağımız, Azərbaycan, Türk dünyası, Qafqaz, demokratiyadır. Böyük İdeallar Araşdırma Mərkəzi adlı bir təşkilat qururuq. Sırf maarifləndirici, ideoloji bir platformadır. Biz kimik? Təqdim eləmək istəyirəm. Biz Böyük İdeallar Araşdırma Mərkəzi, milli kimliyi, tarixi yaddaşı və mənəvi dəyərləri əsas götürərək müasir düşüncə və elm əsasında cəmiyyətin inkişafına yönəlmiş strateji düşüncə mərkəzidir. Biz milli ruhla düşünən, qlobal çağırışlara milli ideyalarla cavab verən, gənclərin və ziyalıların iştirakı ilə milli dirçəlişə xidmət edən bir platformayıq. Məqsədimiz milli idealizm düşüncəsinin yayılmasına nail olmaq, milli şuurun və milli təfəkkürün gücləndirilməsinə çalışmaq, gənc nəslin milli ruhda formalaşdırılmasını hədəfləmək, tarixi və mədəni irsimizin öyrənilməsi və təbliği ilə məşğul olmaq, Türk dünyası ilə strateji mədəni birlik qurmaq istiqamətində fəaliyyət əsas məqsədlərimizdir. Əsas dəyərlərimiz hansılardır? Milli yaddaş, keçmişi unutmamaq, tarixdən güc almaq. İkinci, maarifçilik, düşünən, sorğulayan, təhlil edən yeni nəsil formalaşdırmaq. Üçüncü dəyərimiz, milli dəyərlər, ədəb, vicdan, məsuliyyət məsələsini yüksək səviyyədə təmin etmək. Ziyalı liderliyi, sözdə və fikirdə cəmiyyətə yol göstərmək missiyasını yerinə yetirməlidir. Türk birliyi, ortaq mədəniyyət, ortaq gələcək deməkdir. Fəaliyyətimizin istiqamətləri haqqında da iki kəlmə deyəcəm. Tədqiqatlar, milli ideallar, şəxsiyyətlər və tarixin üzərində köklənəcək. Maarifçilik, vasitə olaraq seminarlar, esselər, mühazirələrlə həyata keçiriləcək. İctimai platformalar, debatlar, konferanslar, forumlar vasitəsilə həyata vəsiqə qazanacaq. Multimedia layihələri, yəni video mühazirələr, sənətli filmlərin nümayişi və bu sahədə çalışmalar əsasını təşkil edəcək. Türk dünyası ilə əməkdaşlığa birgə layihələr və birgə mübadilələrlə getmək əsas hədəfimizdir. Baş şüarımız bu hissədə milli yaddaşla düşün, milli ideal ilə qur. Mən hər birinizə sayğı və sevgimi bildirərək 21-ci əsr Azərbaycanına sadaladığımız kriteriyalara cavab verən insan tipi, insan modeli, idealizm və modernizmi birləşdirən, vəhdətdə daşıyan, yüksək əyyarlı, yüksək keyfiyyətli vətəndaş insan lazımdır. Bu sahədə çalışmalarımız olacaq. Bizimlə bir olmaq istəyənləri isə yolumuza dəvət edirik.